نفحات أنسية فشد البلبل ألف تحية وبدا البدر الليلة شوقا يلقي. Bugün bu vaqiəmizdə həqiqətən təəccüb doğurur ki, insanların əksəriyyəti dindən uzaqlaşıb, imandan məhrum bir halda yaşayırlar. Baxırsan ki, dilində müsəlmanam söz var, amma əməlində nə imanın nuru var, nə də ədəb var, nə də Allahın qoyduğu sərhədlərə qarşı hörmət var. Sual yaranır ki, niyə görə bu hal baş verir? Bu hal ona görə baş verir ki, Allahın hüdudlarına qarşı tərbiyəsizlik, ədəbsizlik və məsuliyyətsizlik edilir. Bunu etdikləri təqdirdə Allah da onlardan imanı çəkib alır. Uca Allah Muhammed surəsi 9-cu ayətində buyurur ki, bu ona görədir ki, onlar Allahın indirdiyini bəyənmədilər. Allah da onların əməllərini puç etdi. Bu ayə açıq şəkildə göstərir ki, kim Allahın hökmünü, şəriətini, sərhədlərini, qoyduğu qanunları bəyənməzsə, ədəbsizlik edərsə, onun qəlbindəki iman aradan gedər. Bu ədəb və hüdud məsələsi həqiqətən də önəmli məsələdir. İman yalnız dildə deyil, Allahın qarşısında ədəb və təslimiyyətlə olur. Sələf alimlərindən biri belə demişdir ki, əgər Allahın əmrlərinə qarşı ədəbini itirərsənsə, qəlbindən iman da itər. Məşhur alimlərdən olan İbn-i Qayyim rahimullah teala deyir ki, günah qəlbin nurunu söndürür. Qəlbin nuru sönəndə isə hidayət yolu görünməz olur. Yəni, insan şərri məsələlərdə, təkfir məsələlərində, haramlarda, geyimində, ədəbdə və öz əxlaqında Allahın qoyduğu sərhədləri kiçik görərsə, Allah da onu öz yanında kiçildər. Allahu Akbar. Həqiqətən insan Allahın qoyduğu hüdudlara qarşı boyun əyməli, ehtiyatla yanaşmalıdır. Həyasızlıq və ehtiyatsızlığın aqibəti isə Allahın sərhədlərini pozmaq sadəcə bir əməl deyil, bu qəlbin xəstəliyinə çevrilir. Uca Allah buyurur ki, Həşr surəsi 19-cu ayətində, onlar Allahı unutdular, Allah da onları özlərini unutturdu. Yəni, Allahı unutmaq, onun hüdudlarını saymamaq, onun əmrlərini kiçik görmək, nəticədə isə insan öz fitrətini, yəni imanını unudur. Beləcə, Allah da ondan ən dəyərli olanı, imanı çəkib alır. Şeyxülislam İbn-i Teymiyyə rahimullah teala buyurur ki, kim bir günah üzərində israr edərsə, Allah ondan hidayət nurunu çəkib alar. O da bunu hiss etməz. İnsan elə bil ki, yavaş-yavaş kör və lal olur. Artıq haqq söz ona təsir etmir və bundan təsirlənmir. Bu Allahın artıq ona olan cəzasıdır. Bu bir bəladır. Amma xəbərdarlıq da var. Amma insan bunu dərk etmir. Ona görə bu hal böyük bir bəladır. Allah imanı insandan birdən-birə almır. Əvvəlcə insan günahı sevir, sonra günaha haqq qazandırır, nəfsini müdafiə edir. Axırda isə haqdan nifrət edir, ona nəsiyyət edənə nəsiyyətin götürmür və ondan uzaqlaşır və axırda haqdan da nifrət edərək hər kəsdən qaçır, haqqı bəyənməyən bir hala düşür. Onun üçün Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, qul günah etdiyi zaman qəlbində qara bir nöqtə əmələ gələr. Əgər tövbə edərsə, o nöqtə silinər. Əgər davam edərsə, o nöqtə artar və qəlbi örtər, bürüyər. Ona görə qardaşlar, Allahın əmrlərinə ədəbli, təslim, hörmətli olun. Allahın haram məsələsində zarafat etməyin. Təkfir şəriətin Allahın hökmləri barəsində layiq və ya kobud danışmayın.